Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Nevvas ibn Sem'an radıyallahu anhu buyurur ki Peygamber sallallahu aleyhi ve sellem buyurmuştu ki El-birru husnul huluk. Yani yaxşılıq etmək gözəl əxlaqdır. Vel-ithmu günah isə mə həkə fi nəfsikə və kərihdə ən yettali aleyhin nəs. Günah isə sənin nəfsində səni dayandıran və insanların bundan xəbər tutmasını istəmədiyin bir şey. Və an Vasibətə ibn Ma'bad radiyallahu anhu qal: "Əteytun Nəbi sallallahu alayhi və sallam fəqal." Vasibə ibn Ma'bad radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu alayhi və sallamə getdim və Peyğəmbər sallallahu alayhi və sallam mənə dedi ki, "Ci'tə təsəlu anil bir." Gəlmisən yaxşılıq barədə sual soruşmağa. Qultu na'am, dedim ki, bəli. Qala: "İstəfti qalbik." El-birru mə tməənnət iləyhin nəfs və tməənnə iləyhil qalb. Yəni dedi, qəlbinə bax. Yaxşılıq, yəni yaxşı əməl nədir? Sənin qəlbin və sənin nəfsin ondan mutmain olan, rahat olandır. Vəl-ithmu mə həkə fin nəfsi və tərəddədə fis-sadri və inəftəkən nəsu və əftəvk. Və deyir ki, günah isə səni narahat edən və sənin nəfsində tərəddüd etdiyindir. Əgər insanlar sənə fətva versələr belə. Hədəni hədithəni fi bəyanil bir. Bimədə yəkunu və bimədə yətəhaqqaq. Yəni bu iki hədis zikr elədiyimiz yaxşılığın bəyanına aiddir və bu yaxşılıq necə olur, necə gerçəkləşir. Vəl birru kəlimətun cəmiyyətun li kulli xisalil xeyr. Yəni bir kəlməsi yaxşılıq bütün xeyir xislətlərini cəm edən kəlmədir. Mislə təqva. Təqva kimi məsələn. Cəmiyyət li kulli xisalil xeyr. Necə ki təqva da bütün xeyir xislətlərini cəm eləyir. Vəl birru zidduhu el-ithm. Birrin, yəni yaxşılığın ziddi, əksi günahdır. Kəmə fi qavli Teala və təavənə aləl-birri və təqva. Necə ki Allah Subhanahu taala buyurur ki, yaxşılıq və təqva işlərində yardımlaşın. Və la təavənə aləl-ithmi vəl-udvan. Düşmənçilikdə, günah işlərdə isə yardımlaşmayın. Və Nəbi sallallahu aleyhi və səlləm fi hədəynil həditheyni bəyyənəl birra vəl-ithmə. Peyğəmbər sallallahu aleyhi və səlləm bu iki hədisdə yaxşılıq etməyi və günahı, pisliyi bəyan elədi. Qavluhu el-birru husnul xuluq. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, bir yaxşılıq nədir? Gözəl əxlaqdır. Yəni enne husnul xuluqa nəv'un azim min anva'il bir. Yəni gözəl ədəb, gözəl əxlaq yaxşılıqlardan bir növ yaxşılıqdır və ən əzəmətlisidir. Və leysə ennel birra kulluhu mahsurun fi husnul xuluq. Yəni bu o mənaya gəlmir ki, yaxşılıq bütünlüklə yalnız gözəl ədəblə kifayətlənib. Yox. Əksinə o yəni gözəl ədəblərdən biridir və ən böyüyüdür. Və innəmə husnul xuluq və a'zamul anva'il bir. Kəqavli sallallahu aleyhi və səlləm əl-həccu arafə. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əl-həccu arafə. Həc arafədir. Əl-vuquf bi arafə leysə kulləl-həcc. Yəni arafada dayanmaq bütün həcc demək deyil. Və lakinnəhu a'zamu arkanil həcc. Lakin həccin ən böyük ərkanlarındandır. Və mislə qavli sallallahu aleyhi və səlləm əd-dua vəl-ibadə. Məsəl üçün, başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, dua ibadətdir. Mə'ənnəd-dua nəv'un min anva'l-ibadə. Yəni, ibadətlər çoxdur, bilirik. Amma dua da onlardan biridir. Yəni, o mənadadır. Və lakinnə a'zamu anva'l-ibadə. Və bütünlüklə deyil, ibadətlərdən biridir, bir növüdür və həmçinin də ən əzəmətlisidir. Fəhusnul xuluqu nəv'un azim min anva'il bir. Gözəl əxlaq da yaxşılığın növlərindəndir və əzəmətli növüdür. Və husnul xuluq mə'nahu si'atul bal vəl bəşəşə fil istiqbal. Yəni husnul xuluq, gözəl ədəb hansıdır? Yəni geniş ürəkli olması, gülər üzlü olması insanlarla qarşılaşdığında. Və təamülü ma'an-nas bi muamalatin tayyibə. İnsanlarla gözəl rəftar eləmək. Kəmə qala sallallahu aleyhi və səlləm və xaliqin nasə bi xuluqin hasan. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, insanlarla gözəl əxlaqla rəftar edin. Və hadi sifətun Nəbi sallallahu əleyhi və səlləm. Bu Peyğəmbər sallallahu əleyhi və səlləm sifətidir. Qalallahu cəllə və alə və innəkə lə'alə xuluqin azim. Və Allah Teala Peyğəmbəri barəsində buyurur ki, həqiqətən sən böyük bir əxlaq üzərindəsən. Fəhusnul xuluq yəştəmil alə xeyrat kəthira. Və gözəl əxlaq, gözəl ədəb çoxlu xeyirləri özündə cəm edir. Və yuksibu məhəbbətən nəs li sahibil xuluqil həsən. Və gözəl ədəb sahibi, yəni insanların sevgisini qazanır.
وأيضا إذا كان الداعية ذا خلق حسن أدى ذلك إلى هداية الناس بقبول دعوته. Yəni, insanları Allaha çağıran, əgər gözəl axlaq sahibi olarsa, insanların ondan haqqı qəbul etməsinə və hidayət olmasına səbəb olar. Və hədə huvə ə'zamu əmvəli bir. Bu da, yəni birrin dediyimiz yaxşılığın ən əzəmətli növüdür. Qalə vəl-ism. Hədisdə keçən ism, yəni günah, huvə ziddul bir. Yəni yaxşılığın əksidir. Mə yu'simu minəl-əxlaq vəl-ə'mal vəl-əqval. Yəni hansı ki, əxlaqda, əməldə, sözlərdə olan pisliklərdir, günahlardır. Mə həkə fi nəfsik, yəni tara alə nəfsik və həddətət bihin nəfs, ləkinnə sahibuhu yəkrəhu. Yəni hədisdə keçir ki, mə həkə fi nəfsik, yəni hansı ki, sənin nəfsində o baş verir, amma sən onu istəmirsən, xoşlamırsan. Və başqa rivayətdə isə Peyğəmbər s.ə.v buyurdu, və tərəddədə fissadır. Və həmçinin neynədir? O qəlbində tərəddüd elədi. Yəni öz-özlüyünə baxdı ki, yəni o əməl yaxşı deyil. فإذا كان صاحبه يتردد هل يصرح به أم لا يصرح دل على أنه إثم. Yəni hansısa bir baş verən bir şey. Yəni gördün ki, yəni tərəddüd elədin bu barəsində. Bu dəlalət edir ki, o günahdır. Vel muradu bin nefs huna. Amma burada nəfs dedikdə nəfsul mu'minit taqiyyin əmmel facir fehuve leysa mizanan lil birri vel ism. Bu yəni bu söz bu nəfs kimin nəfsinə aiddir? Mömin olan bir kəsin nəfsinə aiddir ki, o hansısa bir şey baş verəndə qəlbində o baxır, görür ki, nəsə hiss eləyir ki, onun günah olmağını. Bu kimin? Allahdan qorxan, mömin olandır. Amma facir qəlblərə gəldikdə isə, yəni o heç vaxt nə yaxşılığı, nə də pisin mizanı ola bilməz. İnnəməl məqsudu muslimü təqi əlləzi yu'təbəru istihsanuhu liş-şey əv istiqbahuhu ləh. Yəni müsəlman, Allahdan qorxan, o bilir onun yaxşılığını, o olur onun pis olmasını. Fəlləzi təkrahu ən tusarriha bihi və təkrahu ən yattali aleyhin nəs, hədə dəlilun alə ənəhu ism. Yəni o kəs ki, yəni onu istəmir ki, açığa çıxsın, istəmir ki, onu insanlar bilsin, insanlara izhar olsun, bu dəlildir ki, o pis bir şeydir, günahdır. Fətrukhu və təcənnəbhu, onu tərk elə, ondan uzaq ol. Fətəkunu nəfsul mümini miqyasən və mizanən. Və müminin də nəfsi onun üçün bir müqayisə yeri, bir mizandır. فهذا أصل عظيم وهذا الحديث من جوامع الكلمة التي أوتيها النبي صلى الله عليه وسلم. Yəni bu əzəmətli hədisdir və Peyğəmbər sallallahu aleyhi və səlləmə verilən başqa peyğəmbərlərə verilməyən 5 şeydən biri, hansı ki, az kəlmə ilə böyük mənalar ifadə etməsi olan hədislərdəndir, kəlmələrdəndir. Və cəvamil kəlim cəm'u cəmi' və huvə mə yəcmə'u mə'ani kəthira. Hədi sifətü kələmihi sallallahu aleyhi və səlləm. Cəvamil kəlim, yəni kəlmələri cəm edən, bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin sifətindən idi. Və fi hadis Vasibət ibn Mə'bəd ənəhu cəə ilə Nəbi sallallahu aleyhi və səlləm yuridə ən yəsələhu fənnəbi sallallahu aleyhi və səlləm ibtədərəhu və qalə ləhu ci'tə təsələnil bir. Və ikinci hədisdə isə Peyğəmbər sallallahu aleyhi və səlləmə Vasibə radiyallahu anh gəlir və Peyğəmbər sallallahu aleyhi və səlləm onu qabaqlayır və soruşur ki, sən yaxşılıq barəsində, bir barəsində, yaxşılıq barəsində soruşmaq üçün mü gəlmişsən? Peyğəmbər sallallahu aleyhi və səlləmin onu qabaqlaması və hədə min əlamətin nübuvvə. Bu peyğəmbərlik əlamətlərindəndir. Ən yutli'əhullahu əzzə və cəllə alə mə cəə min əclihi vasibə qablə ən yəsələhu. Yəni Allah Taala ona bəyan eləmişdi. O Vasibə radiyallahu gəlməmişdən öncə onun nə barədə, nə sualla gəldiyini bilirdi. Thumma bəyyənə ləhu sallallahu aleyhi və səlləm ənəl birru mə tməənnət ileyhin nəfs və tməənnə ileyhil qalb. Yəni yaxşılıq hansı ki sənin nəfsin ondan rahat olur və hansı ki sənin qəlbin ondan rahatdır, mutmaindir. Və tumaninətu diddil qələq vəl-ittirab. Tumaninə, yəni mutmain olmaq nədir? Narahatlığın, tərəddüdün əksidir. Və hiyəl istiqrar və ədəmut təsərru əvl qələq. Yəni nədir o? Yəni bir şey barəsində rahat olmaqdır. Bir şeyin, belə deyirlər, bərqərar olması. Yəni rahat olursan onun barəsində və həmçinin tələsmədən və tələskənlik olmursan da və həmçinin də narahatlıq olmur. Fəl-mutmainnu huvəth-thəbit. Mutmain olan sabit olandır. Və dıdduhu əl-muttarib qaliq. Yəni onun əksi isə tərəddüd içində olan, narahat olandır. Mətməənnət ileyhin nəs nəfsu və tməənnə ileyhil qalb. Yəni əl-qalbul mümin və nəfsul mümin. Yəni burada keçən
hansı ki nəfs onunla mütməyin olar və qəlb onunla mütməyin olar, burada möminin qəlbi və möminin nəfsi nəzərdə tutulur. Qalə vəl-ithmu mə həkə fin-nəfsi və kərihdə ən yattali aleyhin-nəs. Günaha gəldikdə isə, hansı ki başqa bir rəvayətdə Peyğəmbər s.ə.v buyurur ki, və tərəddədə fis-sadri. Sinədə, köksdə olan tərəddüddür. Fəl-ithmu yəhsulu fi nəfsikə və lakin lə təcru'u ən tudhirahu. Yəni sənin nəfsində hansısa bir pislik nəfsivə gəlsə, sən nə edirsən, onu istəmirsən. O olsun, o izhar olsun. Ləv kənə birrən mə tərəddətdə fi i'lən bihi. Əgər o yaxşılıq olsaydı, sən onu açıq, aydın izhar eləməyə tərəddüd etməzdin. Fətərəddüdükə dəlilun alə ənəhu ithmun. Sənin bu tərəddüdün dəlildir ki, bu günahdır. Ləənnə Allah cəalə fi nəfsil mümini nuran və ma'rifətən bil xeyri və şər. Çünki Allah subhanahu taala möminin nəfsini nur edibdir. Nə üçün? Xeyri və şərri ayıran nur edibdir. O onu görür və hiss edir. Qalə Teala in təttəqullaha yəcəal lakum furqana. Allah subhanahu taala buyurur ki, əgər Allahdan qorxsanız, o sizə haqqı ilə batili ayırt edən bir nur verər. Əl-Furqan və təmyiz beynəl xeyri və şərri. Furqan nədir? Yəni xeyrlə şərri arasını ayırmaq, seçməkdir. Və-darri və nafi'. Fayda ilə ziyanın arasını. Hədə huvəl furqan. Yəni bu furqandır, ayırmaqdır haqqı batildən. Fə-nəfsul mümini yəc'alullahu fiyhə furqanan tumeyyizu bihi beynəl xeyr və şərri. Allah Subhanahu taala möminin nəfsini elə edib ki, o xeyrlə şərri ayırır. Thumma qala sallallahu alayhi və səlləm və in əftəkən-nas və əftəvk. Yəni ikisi də əftək və əftəvk eyni mənadadır. Və lakin təkidlə gəlib. لأن العبرة ليست بمجرد الفتوى من العالم وإنما العبرة مع ذلك بنفسك. Çünki burada hansısa fətvada olan ibrət deyil. Burada ibrət sənin nəfsində olanıdır. فإذا وجدت نفسك تطمئن إلى هذه الفتوى فهذا بر. Sən görsən ki, sənə hansısa bir fətva verilib, hansısa almısan cavabı və onunla rahatsan, bu yaxşılıqdır və bu birdir. وإذا وجدت نفسك تكره هذا الشيء فهذا إثم. Və aldığın cavabdan görsən ki, sən narahatsan və yaxud hansısa baş verən bir şeydən nəfsindən baxırsan, görsən ki, narahatsan, bilirsən o nəsə düz olmadı, o günahdır. Və l-alimu leysə ma'suman faqad yuxti. Ola bilər ki, sənə fətva aldığın bir kəs, yəni sənə fətva verən alimdir, ancaq məsum deyil. Ola bilsin insandır, xata edir. Əv yucibu alə zahiri və la yadri anil batin. Ola bilsin zahirə uyğun cavab verir, batini bilmir. Və qad yakunul alim alimə-d-dalal vəl-uləmə leysu səva. Yəni ola bilər, yəni alimlər hamısı da eyni deyil. Ola bilər ki, sən yəni kimdənsə, yəni düz olmayan adamdan soruşa bilərsən. Fəl-muhimmu ennəkə la tə'təmid aləl-fətva həttə tətmə'innə nəfsük eləyik. Mühim olan nədir? Sən aldığın cavabla mütməinsən, etimad edirsən, yoxsa yox. Fəidə itməənnət nəfsükə ilə hədiyil-fətva fəədə dəlilun alə ənəha sidqun və birrun. Əmmə idə nəfərət nəfsükə min hədiyil-fətva ولم تطمئن إليها فاتركها لأن بعض الناس الذي له هوى ورغبة في شيء يقول ما دام أفتى فلان بهذا فليس على شيء وهذا في ذمته. Yəni bəzən insanlar elə olur ki, yəni sual verirlər, soruşurlar və o aldığı cavab tam olmur. Ancaq o onun, necə deyirlər insanlar, onun nəfsinə sərf edir. Və o da atır fətva verənin üstünə. Deyir ki, o onun zimməsindədir. Onun yəni məsuliyyətini o daşıyır. Fənəqulu ləhu fulanun la yughni anka minallahi şey'a və la ya'lamul gayb və leysə ma'suman. Biz belə insanlara deyirik ki, yəni o fətva verən qeybi bilmir. Məsum deyil. Və la tədri an mədə salahiyyətihi və dinihi fələ tə'təmid alə mücərrədil fətva. Yəni tanımadığın, bilmədiyin kəsdən, dininin salamatlığı, dini barəsində salamatlığı barəsində bilmədiyin bir kəsdən fətva alma. Hətta tə'təridə alə nəfsik fə izə vəcəddə nəfsəkə mutmainnən iləyhə və leysə indəkə tərəddudun fiyhə və la kərahiyyətun fəxuz bihə və izə vəcəddə l-əks fətrukə hədə mizanun azim yəsiru aleyhil mümin fil fətva. Yəni, hər eşitdiyin sözü kiminsə üstünə atma ki, bu o deyibdir, bu onun zimməsindədir. Yox, sənə lazımdır. Onu axtarmaq lazımdır. Ola bilər insan dediyi sənə aid deyil. Ola bilər sən verdiyin sual düz başa düşülməyib və s. Çox məsələlər ola bilər. Yəni fətvanı götürüb kiminsə məsuliyyətini onun üstünə atıb ondan davam eləmə. Müminin halı bu deyil. وَالْآنَ كَثْرَتْ شِكَيَاتُ النَّاسِ مِنْ كَثْرَةِ الْفَتَاوَى وَكَثْرَةِ مَنْ يُفْتُونَ
فهذه علامة تميز لك هذه الفتاوى. Yəni bu günümüzdə şikayətlər çoxalıbdır, insanlar çoxalıbdır ki, fətva verirlər. فَمَا اطْمَأَنَّتْ إِلَيْهَ نَفْسُكَ مِنْهَا فَهَذِهِ حَقٌّ وَمَا نَفَرَتْ نَفْسُكَ مِنْهَا هَذَا دَلِيلٌ عَلَى أَنَّهُ خَطَأٌ فَعَلَيْكَ أَنْ تَتَجَنَّبَهُ. Yəni bilmədiyin, tanımadığın, rahat olmadığın insanların fətvasından da uzaq dur. Əftə fulan və qalə fulan, demək ki, filan kəs fətva verdi, filan kəs belə dedi. Və hədə şeyun fi zimməti. Bu da onun məsuliyyətidir, ona aiddir. Huvə aleyhi mə təhəmmələ və əntə aleykə mə təhəmməltə. Lə yuğnə ənkə minəllahi şeyə. Yəni o özünün səhvinə görə o cavab verir, sənin etdiyin xatanın da cavabını sən verəcəksən. Və qad tubəhrac aleyh əv təqulə ləhu kələmən aləl xilafil haqiqə və huvə yuftikə alə mə yəsmə'u kəmə kənə nəbi sallallahu aleyhi və sələm yəqdi alə nəhvi mə yəsmə'u liənnəhu bəşər. Yəni ola bilsin ki, yəni o eşitdiyinə uyğun fətva veribdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm də yəni eşitdiyinə uyğun fətva vermişdi, çünki o da bəşərdir. فعلى المسلم أنه يتخذ هذا الحديث ميزانا يسير عليه فيما يسمع أو يقال أو يكتب من الفتاوى خصوصا في هذا الزمان الذي قل فيه خوف الله وتجرأ الناس على الفتوى. Yəni müsəlman lazımdır ki, bu hədisi yəni bir mizan eləsin, götürsün, fətva barəsində olan bir mizan eləsin, baxsın daima və xüsusən də son dövrlərdə hansı ki, yəni bəzi insanlar fətva verirlər, hansı ki Allah qorxusu azalıbdır və insanlar fətva verməyə cürətləniblər. Və aləl qavlə aləllahi bi qeyril ilm. Və həmçinin cürətləniblər Allahın elmi barəsində, Allah barəsində elmsiz danışmağa. İllə mən şə Allah, yalnız Allahın istədiyi kəslərdən başqa. Fəhədəl hədithu yənfəu nəf'ən azimə fi mitli hədəl vaqt. Yəni bu vaxtda bu hədis olduqca faydalıdır. Fəmə yəsməu və huvə nəfiyyən fi kulli vaxt. Hər bir vaxtda faydalıdır necə ki, lakin kulləmə iştəddətil həcətu iləyhi kənə nəf'u azəm. Nə qədər ki, ona ehtiyac şiddətlənir, onun faydası da daha əzəmətli olur. Fəmə yəsmə'ul musliminəl əqval vəl-fətəvə yumeyyizu beynəhə bimizən nəfsihi və mə tətməun iləyhi və mə tənfiru minhu, lakinnə bə'dən nəs إذا صار له هوى فإنه يتبع الأقوال والفتاوى ولو ما استسقها في نفسه إنما يأخذها طاعة لهواه وهذا إثم بلا شك. İnsanlar da vardı ki, yəni ona yalnızca fətvanı eşitmək bəs eləyir. Deyir ki, mən fətvanı eşitmişəm, bunu filan kəs deyibdi, onu da özünə uyğun olur deyə o fətvanı götürür. Əksinə isə bu günahdır, böyük günahdır, buna şək yoxdur. Allah Subhanahu taala bizi dində doğru olanı bilsin.